hardasa bir 4 il Qəbələdə alqı-satqı işinə baxmışam. Orada çox asan idi. Yəni gələn adama 2-3 yeri göstərirdik, birini satırdıq. Yəni çox asan idi Qəbələdə maklerlik eləmək. Sonra iş ələ alındı ki, gəldim Bakıya, işlər biraz böyüdü. Bakıda maklerlik eləməyə başladıq. Burada çox güclü rəqabət var da, yəni əmlak şirkətlərinin arasında çox güclü rəqabət var. Və mən həmişə istəmişəm ki, nə işi görürüm, fərqi yoxdur hansı işi gördüyümdən, o işdə həmişə birinci olmaq istəmişəm. Və mən bu günlərim istəyirəm ki, Azərbaycanın əmlak bazarında ən güclü əmlak şirkətinin sahibi olum, ən güclü əmlakçı olum belə deyək. Və mən belə bir kampaniya başlamağı fikirləşdim. Bizdən 150 min manata qədər mülk alan, yəni burada mənzil, obyekt, torpaq sahəsi fərqi yoxdur. Mülk alanlara mənzil üçün lazım ola biləcək elektronik avadanlıqlar, robot tozsorandır, qabıyandır, paltaryandır, smart televizordur. Belə deməli hədiyyələrimiz olacaq. 150-500 min manat arasında alış-veriş eləyənlər üçün, yəni malın dəyərinə görə, çünki biz də faizdən qazanırıq məlum məsələ. Malın dəyərinə görə dünyanın müəyyən deyək ki, ölkələrinə 2 nəfərlik səyahət təklif eləyirəm. 500 min 1 milyon manat arasında olan belə deyək, alqı-satqılar üçün İkinci əl 1 milyon və 2 milyon arasında olan alqı-satqılar üçünsə sıfır belə deyək, avtomobil hədiyyəsindən söhbət gedir. Daha az, yəni 150 minin aşağısında olan belə deyək, evlərin, torpaq sahələrinin və s. satışında isə daha belə deyim, münasib hədiyyələrimiz olacaq. Bunu biz bu gündən start verdik. Görək nə effekt göstərəcək. İnşallah faydasını həm biz, həm də siz görəcəksiniz.